Bugün sizin göndərdiyiniz mənbələrə başvururuq və mövzu həqiqətən də çox düşündürücüdür. Modern Çöküş adlı bir kitabdan çıxarışlar. Adı biraz pessimist səslənir, hə? Bəli, ilk baxışdan elədir, amma irəli sürdüyü iddia çox cəsarətlidir. Deyir ki, bütün bu texnoloji tərəqqiyə, parlaq vitrinlərə baxmayaraq, müasir insan əslində yeni, daha mürəkkəb köləlik formaları ilə üz-üzədir. Və çox vaxtda könüllü köləliklə. Məhz. Bizim missiyamız isə bu iddiaların dərinliyini enməkdir. Köləlik anlayışı antik Yunanistandan bugünə necə gəlib çıxıb? Və ən əsası, bugün bizim gündəlik həyatımızda, məsələn, sosial media hesablarımızda hansı görünməz zəncirlər gizlənir? Bax, əsas sual budur. Həqiqətənmi daha azadıq, yoxsa sadəcə zəncirlərimiz daha rahatdır? Dəqiq. Bugün Aristotelin köləliyi təbii sayan fəlsəfəsindən başlayacağıq. Sonra insanalverinin dəhşətli statistikasına baxacağıq. Oradan da insan psixologiyasının ən qaranlıq təcrübələrinə keçəcəyik. Hətta super qəhrəmanların niyə müasir tanrılara çevrildiyinə qədər. Bu sadəcə bir kitab təhlili yox, həm də biraz özümüzə güzgü tutmaq cəhdidir. Elədir. Gəlin elə o güzgüyə keçmişdən baxmağa başlayaq. Başlayaq. Mənbədə antik Yunanistan və Roma barədə verilən rəqəmlər adamı dəhşətə gətirir. Təsəvvür edin, demokratiyanın beşiyi sayılan Afinada, Eramızdan əvvəl 5-ci əsrdə, bəli, o dövrdə əhalinin 1/3 kölə olub. 1/3. bu təxminən 100 min insan deməkdir və bu sadəcə iqtisadiyyat deyildi. Bütün sistem, bütün mədəniyyət bunun üzərində qurulmuşdu. Amma ən heyrətamiz tərəfi məncə buna fəlsəfi don geyindirmələridir. Zırdı ki, bəzi insanlar təbiətən hökm etmək, bəziləri isə, İtaət etmək üçün yaranıb. bəli, itaət etmək üçün. Onun nəzərində kölə, necə deyim, canlı bir alətidir. Bir dəqiqə, yəni məntiq elminin banisi saydığımız Aristotel, bir insanın başqa bir insan üzərindəki mütləq hakimiyyətini təbiətin qanunu adlandırırdı. Adlandırırdı. Onun üçün qeyri-Yunanlıların, yəni barbarların kölələşdirilməsi tamamilə normal, hətta zəruri bir hal idi. Bu, fəlsəfi haqq qazandırma, yəqin ki, onlara qarşı rəftarı da legitimləşdirirdi. Əlbəttə, kölənin hüquqi statusu bir əşyadan fərqlənmirdi. Alınıb satıla, işgəncəyə məruz qala bilərdi, sahibi onu heç bir cəza almadan öldürə bilərdi. Və yəqin ki, bu düşüncə tərzi Aristotellə birlikdə tarixdə qalmadı. Thomas Aquinas. Bəli, o, Aristotelin bu fikirlərini götürüb, xristian teologiyasına uyğunlaşdırıb, yazırdı ki, Tanrının ədaləti məhz insanları fərqli yaratmasındadır. Bəzilərinə ağa, bəzilərini nökər. Bu iyerarxiya onun üçün ilahi nizam idi. Deməli, köləliyi təbiiləşdirən çox güclü bir intellektual zəncir var. Bəs bu zəncir bugün necə davam edir? Kitabın iddiasına görə o bizim alış-veriş səbətimizdə və Instagram lentimizdə gizlənir. Bu həqiqətən də kitabın ən kəskin fikirlərindən biridir. Nietzsche'dən bir sitat var. Müasir insan artıq kamil insan olmaq üçün yaşamır, sistemin bir vintinə çevrilmək üçün yaşayır. Yüksək maaşı isə bu köləliyi aradan qaldırmır. Əksinə, onu daha arzu olunan bir fəzilət kimi göstərir. Dəqiq standartları. Bəli. Məsələn, Barbie gəlinciyi fenomeni. Bu sadəcə bir oyuncaq deyil. Bu milyonlarla qıza təlqin edilən bir bədən idealıdır. Amma mənbədəki araşdırmalar şok edicidir. Nə deyir Araşdırmalar. Deyir ki, əgər real bir qadın Barbie'nin proporsiyalarında olsaydı, onun bədənində daxili orqanlarının ancaq yarısı yerləşərdi və çox güman ki, qidasızlıqdan ölərdi. Bir dəqiqə. Yəni, dünyada ən çox satılan oyuncaqlardan biri qızlara fiziki olaraq qeyri-mümkün bir bədən standartı açılayır. Bu, çox ciddi bir ittihamdır. Mənbə bunu birbaşa sui-qəsd adlandırmır, amma istehlak mədəniyyətinin məntiqi nəticəsi kimi təqdim edir. Sən qeyri-mümkün bir ideal yaradırsan, sonra da o ideala çatmaq üçün sonsuz sayda məhsul satırsan. Pəhriz kitabları, kosmetika, estetik əməliyyatlar. Bəli. Nəticə isə acınacaqlıdır. Məsələn, Türkiyədə aparılan bir araşdırmaya görə qızlar arasında pəhriz saxlama yaşı 12-yə enib. Bu, sözün əsl mənasında öz bədəninə qarşı elan olunmuş bir müharibədir. Bu, həqiqətən də könüllü bir əsarət formasıdır. Amma mənbə təkcə bundan danışmır. Köləliyin ən amansız forması olan insan alveri bugün də davam edir. Və rəqəmlər? Mən o rəqəmləri oxuyanda düzü dondum qaldım. Məsələn, Qanada bir uşağı $50 almaq olar. Hindistanda isə
45 dollara bir qız seks köləsi olaraq satılır. Bilirsiniz bu nə deməkdir? Bu, həmin bölgədə bir camışın qiymətindən, yəni təxminən 350 dollardan dəfələrlə ucuzdur. İnsan həyatının bir maldan daha ucuz olması. Bu, müasir qlobal iqtisadiyyatın ən utanc verici tərəfidir. Səbəblər çoxdur. Yoxsulluq, müharibələr, şiddət. Amma nəticə dəyişmir. Mənbədə başqa nümunələr də var idi. Vyetnamlı qızlar, Pakistanlı oğlanlar. Bəli. Vyetnamlı qızlar aldadılıb Tayvanda fahişəliyə məcbur edilir, Pakistanlı balaca oğlanlar ailələrindən alınıb Dubayda dəvə yarışlarında jokey olsunlar deyə satılır. Hətta İraqda müharibədən sonra bakirə qızın 5000 dollara satıldığı qeyd olunur. Bunlar antik dövrün hekayələri deyil, bugünün reallığıdır. Və adamın ağlına istər-istəməz bir sual gəlir. Bir insan başqa bir insana bunu necə edə bilər? Əla sualdır. Bu, sadəcə iqtisadiyyatla bağlı deyil axı. Elədir. Məhz bu nöqtədə mənbə bizi insan psixologiyasının ən qaranlıq künclərinə aparır. İki məşhur təcrübədən bəhs edir. Bəli, birincisi Philip Zimbardo'nun 1971-ci ildəki Stanford həbsxana təcrübəsidir. Sağlam psixologiyalı tələbələr təsadüfi şəkildə məhbus və gözətçi rollarına bölünür. Və saxta bir həbsxanaya yerləşdirilir. Təcrübə 2 həftə davam etməli idi. Amma etmədi. Heç yaxınına belə çatmadı. Cəmi 6 gündən sonra dayandırıldı. Niyə? Çünki gözətçi rolunda olan normal tələbələr bir neçə günə inanılmaz dərəcədə sadist varlıqlara çevrildilər. Məhbusları təhqir edir, cəzalandırır, alçaldırdılar. Məhbuslar da yəqin ki, buna reaksiya verirdi. Onlar o qədər ciddi psixoloji çöküntü yaşadılar ki, Zimbardo təcrübəni təcili dayandırmalı oldu. Nəticə aydın idi. Bizə verilən rol və şərait içimizdəki qəddarlığı çox asanlıqla üzə çıxara bilər. Bu, həqiqətən də həzm etməsi çətin bir məlumatdır. Yəni, o gözətçilər pis insanlar deyildilər. Sadəcə onlara güc verilmişdi. Amma ikinci təcrübə, Stanley Milgram'in itaətkarlıq təcrübəsi məncə daha da qorxuducudur. Bəli, çünki orada birbaşa başqasına zərər vermək əmri var. Dəqiq. İştirakçılara deyilir ki, siz müəllimsiniz. Digər otaqdakı şagird səhv cavab verəndə ona elektrik şoku verməlisiniz. Şokun dozası get-gedə artır. Və şagird əslində aktyordur. Getdikcə daha çox əziyyət çəkdiyini göstərir. Qışqırır, yalvarır. Ürəyinin pis olduğunu deyir. Amma otaqda ağ xalatlı, ciddi görünüşlü bir alim sadəcə deyir, xahiş edin, davam edin. Bəs nəticə nə olur? Nəticə dəhşətlidir. İştirakçıların, yəni adi insanların 65%-i, hər 3 nəfərdən ikisi, düyməni ən yüksək 450 voltluq ölümcül dozaya qədər basmağa davam edib. 65%. Bu rəqəm ağla sığmazdı. Yəni, sadəcə ağ xalatlı birinin davam et deməsi ilə başqa bir insana ölümcül zərər verməyə hazır idilər. Məhz. Mənbənin iddiası budur ki, müasir insanın vicdanı avtoritet qarşısında o qədər zəifləyib ki, elm, dövlət və ya ideologiya naminə başqasına zərər verməkdən çəkinmir. Bütün bu qaranlıq mövzulardan sonra kitabın son hissəsi tamamilə fərqli bir istiqamətə yönəlir. İddia budur ki, dinə arxa çevirən müasir dünya əslində heç də inançsız deyil, öz yeni dinlərini, tanrılarını yaradıb. Mənbə də bunu müasir paqanizm adlandırır. Doğrusu, bu termin ilk dəfə adama biraz şişirtməli gəlir. O, müasir bir insan tanrıdır. Gəlin xüsusiyyətlərinə baxaq. Yaralanmazdır, uça bilir, rentgen baxışına, super eşitməyə malikdir. Bunlar əslində qədim mifologiyalardakı tanrıların xüsusiyyətlərinin müasir versiyalarıdır. Və bu qəhrəmanların bir missiyası da var, elə deyilmi? Dəqiq. Onlar mövcud nizamı, xüsusilə də mənbənin vurğuladığı kimi Amerikan dominantlığını qoruyurlar. Fikir verin, filmlərdə düşmənlər çox vaxt kimlər olur? Nizamı pozmağa çalışanlar. Doğrusu, süper qəhrəmanlar məsələsinə heç bu tərəfdən baxmamışdım. Amma bu müasir paqanizm təkcə Hollywoodla məhdudlaşmır. Qətiyyən, gündəlik həyatımızdakı batil inanclara baxaq. Qara pişik görmək, nərdivan altından keçməmək, rasional olduğunu iddia edən bir cəmiyyətdə bu qədər insanın bunlara inanması qəribə deyilmi? Mənbədə bir statistika vardı. Amerikalıların 14%-i qara pişiyin uğursuzluq gətirdiyinə inanır. Bu, 10 milyonlarla insan deməkdir. Və bu, deyəsən, daha böyük bir prosesin sadəcə kiçik bir parçasıdır. Bəli, dünyəvi olanın müqəddəsləşdirilməsi. Mənbə deyir ki, insan inanmaq üçün proqramlaşdırılıb. Əgər siz kilsəni sistemdən çıxarsanız, insan gedib özünə yeni bir kilsə tapacaq.
Məsələn, millətçilik. Necə yəni? Bayrağa olan ehtiram, himn səslənərkən yaşanan o coşqu, şəhidlik kultu, bunlar əslində müasir dövrün dini ritualları deyilmi? Biz Tanrını tərk edib, onun yerinə vətəni, milləti qoymuşuq. Hətta elm dünyasında belə bu ritualları görmək olar. Akademik cübbələr, məzuniyyət mərasimləri. Tam olaraq. Mənbəyə görə müasir dünya aşqın olanı rədd edib, amma onun yaratdığı boşluğu dünyəvi olanın öz içində yeni müqəddəsliklər icad edərək doldurmağa məcbur qalıb. Beləliklə, bugün araşdırdığımız mənbə bizə olduqca geniş və provokativ bir mənzərə təqdim etdi. Antik dövrün fiziki köləliyindən başladıq. Müasir dövrün psixoloji əsarətinə keçdik. Oradan insanın avtoritet qarşısında necə asanlıqla qəddarlaşa bildiyini gördük və nəhayət özümüzə necə yeni tanrılar yaratdığımızı müzakirə etdik. Bəli. Və bu təhlil sizdə bir çox sual yarada bilər. Mənbənin əsas iddiasını bir daha xatırlatmaq istəyirəm. Müasir insan azadlıq illüziyası içində yaşayır, lakin əslində heç olmadığı qədər fərqli və könüllü zəncirlərlə əhatə olunub. Söhbətimizin sonunda sizə bir düşüncə toxumu buraxmaq istərdik. Bugün müzakirə etdiyimiz bütün bu müasir köləlik formalarını nəzərdən keçirdikdən sonra bir anlıq dayanıb öz həyatınıza baxsanız, orada hansı görünməz zəncirləri və ya könüllü olaraq daşıdığınız hansı rahat əsarətləri görürsünüz?